Salam, hər vaxtınız xeyirli olsun, əziz abituriyentlər. Bu günlərdə bəzi abituriyentlərin verdiyi suallara cavab tapacağıq və mən buradan bəzi məlumatlar toplamışam və topladığım məlumatları sizinlə bərabər paylaşacağam. İlk sual odur ki, ballar qalxacaqmı? İkinci sual, mən tələbə ola biləcəyəmmi? Bu təbii ki də bilirik də, verilən həmişə sualdır. Az bal toplayan abituriyentlər, bəs bunlar neynəsin? Gəlin ilk növbədə ballar qalxacaqmı bu haqda danışaq. İllik qəbul planlarının formalaşması və ixtisaslar üzrə keçid ballarının dəyişməsi bir neçə əsas amillərdən ibarətdir. İmtahan tapşırıqlarının çətinlik səviyyəsi. Gəlin bunlar haqqında danışaq. Əgər test suallarının orta çətinlik dərəcəsi yüksək olubsa və yaxud da olarsa, ümumi nəticələr aşağı düşür həmişə. Bu isə keçid ballarının sabit qalmasına və yaxud da enməsinə səbəb ola bilər. Əks halda da suallar əgər nisbətən asan olubsa, nəticələr yüksəlir və bu da ballarının artmasına səbəb olur. Abituriyent axını və rəqabət. Əsas da odur. Məzunların və imtahanda iştirak edənlərin sayı artdıqca rəqabət də yüksəlir. Rəqabət artımı keçid balına birbaşa təsir göstərir. Xüsusilə də reytinqli universitetlər və yüksək tələbatlı ixtisaslarda bu təsir daha aydın görünür. Plan yerlərinin sayı birdir. Hər il ali və orta ixtisas təhsil müəssisələrində plan yerlərinin sayı müəyyən olunur. Əgər bu yerlərin sayı artarsa, keçid ballarında nisbətən azalma müşahidə oluna bilər. Nəticə olaraq keçid ballarının dəyişməsi statistik nəticələr və plan yerləri, abituriyentlərin göstəriciləri və ixtisas seçimi üzrə tələbat əsasında formalaşır. Yəni bu subyektiv deyil də, obyektiv və riyazi əsaslarla müəyyən olunur. Mən tələbə ola biləcəyəmmi? Abituriyentin ali və orta ixtisas təhsil müəssisəsinə qəbul olmasının aşağıdakılardan asılıdır. Topladığı balın həmin ixtisası üzrə minimal keçid balı ilə müqayisəsi, seçim zamanı ixtisasların rəqabətlilik dərəcəsi. Bunlar əsasdır. Bir də regional və kvota ilə bağlı faktorlar. Məsəl üçün, kənd yerlərində olanlar üçün bəzi güzəştlər. Bunlar da əsasdır. Əgər abituriyentin nəticəsi seçdiyi ixtisas üzrə keçid balına bərabər və ondan yüksəkdirsə, bu zaman qəbul ehtimalı yüksək hesab olunur, təbii ki də. Bəs az bal toplayan abituriyentlər neynəsin? Bunlar üçün alternativ yollar danışaq. Aşağı nəticə göstərmiş abituriyentlər üçün təhsil imkanları. Orta ixtisas kollec təhsili. İndi bunlar haqqında danışaq. Təhsil müddəti 2-3 il. Yəni, ali təhsilə keçid bazası da hətta yaradır. Kolleci oxuyursan, sonra ali təhsilə yəni nə olur? Keçid mümkün.